Uşağın qurdu var, ona sarımsaq uddura bilərəmmi? Belə ki, dəyərli valideynlər, uşaqlara sarımsağın diri-diri udulması kəskin qastritə səbəb ola biləcəyinə görə, şiddətli qarın ağrısına səbəb ola biləcəyinə görə bunu qətiyyən etməməlisiniz. Hətta mədəsində bilmədiyiniz bir problemi olan uşağa diri-diri sarımsaq uddursanız, mədə qanaxmasına belə səbəb ola bilərsiniz ki, uşaqda sarımsağın qurdu müalicəsi üçün istifadə edilməsi çox da tövsiyə olunmur. Sarımsağın qurdu müalicə etdirmə deyil, qurd qovucu effekti var ki, sadəcə qurd qovucu effektlə biz qurdu bağırsaqdan qova bilərik, amma onun yumurtaları orada qalırsa, təzədən bir-iki həftə sonra o qurd böyüyərək yenə öz fəaliyyətini uşağın bağırsağında davam etdirəcəkdir. Odur ki, qurdun müalicəsində sarımsağın diri-diri uddurulması müalicəvi effektin tam alınmasına səbəb olmur. Əksinə uşaqlarda həzm pozğunluğuna və problemə səbəb ola biləcəyinə görə qətiyyən sarımsağın diri-diri uddurmağa çalışmayın. Mövzu haqqında ətraflı məlumat və əlaqə üçün 055 703 27 79 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.